Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu gün çox həssas, eyni zamanda çox vacib mövzu olan uşaqlara məhrəmlik hissi və bədən sərhədlərinin öyrədilməsi haqqında danışacağam. Bu mövzu uşaqların həm psixi və fiziki təhlükəsizliyi, həm də onların gələcək həyatları üçün təməl təşkil edir. Məhrəmlik nədir? Məhrəmlik uşağın öz bədənini, şəxsi əşyalarını və şəxsi məkanını tanıması, həmçinin bunlara hörmət edilməsini anlaması deməkdir. Uşaq bu anlayışları nə qədər erkən öyrənərsə, özünü qorumaqda bir o qədər də güclü olar. Biz böyüklər bəzən elə bilirik ki, uşaqlara məhrəmlik hissi və bədən sərhədlərinin öyrədilməsi ya ayıbdır, ya tezdir və yaxud da bu mövzu onlarda qorxu yaradacaq. Amma əslində isə tam əksinə, doğrudur. Məhrəmlik təkcə başqasının əşyasına icazəsiz əl vurma və yaxud da otağa daxil olarkən qapını döy demək deyil. Bu həmçinin uşağın öz bədənini tanıması, öz bədəninə hörmət etməyi və hörmət etdirməyi öyrənməsi deməkdir. Bununla yanaşı, öz bədəninə dair toxunuşlara da razılıq, icazə vermə haqqını başa düşməsi deməkdir.